Çok severler, mən Çakens. Bugün sizlerle birlikte Stick Var ve Legacy kanunuyla devam edeceğiz. Bu bölümde bir tane turnuva eləyirik. Ancaq özümüz arasında bir turnuva. Yəni ki, minerlər, svodraklar, archtonlar, spertinlər, magicallar və giantlar. Bunların hərəsində ordu quracağıq və hərəsi kim daha çox son sözlərdə hətta qalarsa o kuboku alır. Daha sonra bunun turnuva versiyasını eləyəcək. Ancaq indi son sözlü versiyasını eləyəcək. Videoya like atmağı, kanala abunə olmağı, zil üçün atmayı yadınızdan çıxarmayın. Ancaq onları istifadə edib, ancaq onları yüksəldəcəm. Əlavə karakter yüksəltməyəcəm. Məsələn, bu son sözlərdə əlavə Archidon gəlir, yəni Spertin gəlir, Swordart gəlir, bir də madenci mini. Ancaq mən öz ordumu, yəni tutaq ki madencidirsə bu bölüm madenci, Swordratsa Swordrat, onları istifadə edəcəm, ancaq onları yüksəldəcəm, ancaq onlarla oynayacağım. Ona görə də yəni belə olacaq. Bir də ən güclü olduğu kostümləri seçsin. Mən burada madencinin bu yarpaq kostümünün ən yaxşı kostümünü düşünürəm. Çünki həm inşaat sürəşdə artışı, inşaat maliyeti ekstra sağlayır. Bu təzə paltarlar gəlib, ancaq bunları saymırıq hələlik. Hələ köynədəkilər sayırıq. Bir də heykəli eləyirik. Bu heykəl, klasik. Başlayaq onda sonsuz ölülər. Maksimum 16-cı gecəyə dayanmışdır. Mən bir dəfə 73-cü gecəyə qədər dayanmışdım. Bir dəfə də 39. Normal olsun baba. Ran keçək. Bir miner, bir Swordrat, bir Archidon, bir de Spirit. Başlayalım. Hemen 3 tane madencini seçip başlayıram. Ancaq madenci seçeceğim. Ancaq madenci. Madenci. Yavaş eden ölü kalabalıkçan güclüdüler. Yavaştılar, kafa vuruşuna qarşı. Bunu okuyuram, okuyacağım her bölüm sonu söyleyeyim. Bilmeyenler bilsin. Kəllədən vuruşlar zəifdirlər, onlar değil. Biz madenci seçdiyim ona görə problem. Gel. Hop. Getdi bu. Bu getdi. Səncə görə. Sağ ol Archidon. Cənə 1-1. 2 tane madenci də yazsın. Madenci qrupu. Zafatsız gəlirlər. Vurun. Yığışdılar, pis yığışdılar. Ben nüfus eləmək olar. Ben nüfus eləyəm. Madenci ses birazdan. Bizim madencimiz mən kontrol eləyəm, yoxsa dözə bilər. Daha çox madencilər ordusu neçə gecə dayanacaq. Bu ilk gecə qəşəng tamamlandı. Düzdür, qalaqlarına kömür alacaq, amma hər bir partda alacaq da. Belə bir ki, bu bölümü partlara böləcəm. Çünki bir serilik şeydir, ona görə. Toplam 22 tane toplam ölü öldürmüşük. Bu gecə katil ölü 20. İndi. Madenci yüksələcək ki. Bir sunkasına, bir tane də qazmasına verin. Qazmasına verəndə zərbəsi güclənir ki. Gecə 2 hayatta kalanlar. Vay. Madenci ordusuna bax. Divardılar, divar deyirlər, dəmirdilər bunu.
Səs nədir? Sən tək gəl, sənə. Başa salmalıyıq bunları. Gecərək, hə. Gecərək kişi bala. Nə oldu, hə? Sən tək başına bizi... Dur, tuğla nə buradan? Toksikdə çürüyən bədənlərindən zəhərli parçalar fırlatan, yavaş hərəkət edən ölü tedavi etmək üçün zehirlənmiş biliklə qarnınızı ona götür. Zamanında zehir hasar verir, yavaş mezil. Yəni demək istəyir ki, əgər bunlar zəhər bədənlər çürüyübdür, zəhərlidirlər. Əgər hansısa bir adamı zəhərləsələr, şey elədi, o dənifos yoxdur. Dənifos elə yetinə can alsın. Onu demək istəyir. Ama olaya vuranmırsınız, sabir etdirənmirsiniz. Gəl yaxınlaşın. Qalokla başa salsın sizə. Ana fişe düştüler ha. Toksikten böyle kurtardı. Seçer hasarım Nece günlü. Bu göcəni də belə qazandıq. Qələbə bizimdir. Bu gecə 18 dənə ölü öldürmüşük. Toplam ölü sayısı 40'dır. Madencimizə verək, bir tane sunkasına, yani qazmasına veririk. 3 gece 3 hayatta kal. Ləbir bu səslər güncəllənib var biraz. Biraz yolu güncəllənib. Fərqli səslər var. O bu bölümlərdəki səslər gəlir bu. Son söyləyək. Ayda bundan çoxun beli qırıqdır ki. O madenci ortasına axı ya. Bunların gözəlliyinə bax. Bir dənə madenci gəlsin. Heç olmasa bir 50 madenci eləyək də elə qutarsın bunu. Madencilər uda bilərsiniz hə bunlar. Udarsınız da bax. Atak. Ya, madenci ordusu. Daha getdiyiniz bu iki canavara kömək eləmək. O madenci ordusu. Davay canavarlar getdik. Ya qələbə qazanacağıq ya da ay sənəmin qələbə. Ama çoxun öldürdü ya. Çoxun öldürdü. Oo, dənifos deyək. Biraz da madenci seç. 6 tane madenci gelsin. Ne oldu ya? Taktikaya bakın taktikaya. Gece 3'təyik. O yerdən son zombiler nəzək gəlmədi. Dəyişir də hər şeydə. Kurtardılar, az qaldı. Şimdi siz də bizi şey deyəsiniz. 3-cü gecəni belə qələbəmiz qazandıq. Bu gecə 48 dənə ölü öldürmüşük. Toplam ölü sayısı 88. Bu gecə də belə. Madenciyi fulləyək. Heykələ verəcəm bunu. Əgər bunda tamamlansa barikat. 22 dənə madenci var. Ayda svadratımız getdi ya. Belə şey olar. Svadrat niyə getdi axı? 25-50 yarı madenci doldurduq. Yarısını da doldursak ücret fullənir.
Bu ölüler rastgele yerlerden topraklardan çıkar. Bazen ordunun arkasına bile belirlebilir. Beklenmedik yerlerden çıkar. Sadece üstünüze birliklere hasar verir. Kan vuruşuna karşı sahiptir. Yani iki yer bu ölüler yerlerden çıkır. Yerlerden çıxan manet bize zarar verir. Bizim birliklərə zarar verebilir. Kəllə vuruşuna karşı zayıfdır. Ay bu toksik de ha. Ay sen utanmaz. Çəcə. Toksiklər getsin madenciler salacaq. Düşün. Ay. Dojlanmayı öperler bu dojlanmayı. Ecel et hasar değmedi. Cumhur madenciler. Hadi ha. Akıllı ola kişi. Dava kişi balalar cumhur bunların üstüne. Spiritum. Oo. Yığın diye yığın. Cumun. Madenciler dözün. Dözməlisiniz, bunun çıxış yolu yok. Hele. İstiyor. Sence görüm sana başlayalım. Və 4-cü gecəni də belə qələbə ilə qazanarıq. Bu gecə 41 dənə ölü öldürmüşük. Toplam ölü sayısı 129. Buna da bir like. İndi birinin heykələ verirəm. Heykən boyuna, bir də qaloktusunu. 5-ci gecə həyatda qalanlar. 13 dənə madenci, bir dənə arkudan, bir dənə spirit. 22 dənə madenci idi bunu. Bunu bir 3 sayı kaldıraq. Size biraz kalın vererek kızıl. İndi hansı ölülər gələcək? Mənə o maraqlıdır. Çünki 5-ci gecə hansılar? Tullananlar gəldi 5-ci gecə. Tullanan zombilər. At kimi qaçanlar. Zarafatsız onlar gəldi. Amma indi o gecəyə görə dəyişə bilər. O risk birdən gəlsələr. Bax gəldilər, dedim də. Ay bunları saxlamaq olur. Vız, ay bax. Bu ölülər yaklaşdığında üzərinə atılma hızlı sıçrayan ölü öncə bir-birinin üzərinə atdı. Ölülərin ən hızlı arkadaşı bir hedef alır. Səslənmə qarşı. Yəni demək istəyir ki, bu ölülərin ən sürətlisidir. Yaxınlaşdığı birliklərə zarar verir. Tullana gəlir. Və sərsəmlətməyə qarşı zəif, yəni büyük yamaçlara qarşı zəif. Ay buna heç qaloktulan gücünü artırdı. Bu yaxşı oldu. Madencimizə verək. Hapis gəlirlər ha. Ayda ondan nə qədər gələcək? Ooo. Yığın yeyib bunu. Lazım olsa çıxacaq. Madencilər bu qədər dözə bilməz. Madencilər çox dözməli. Çünki bunlar o boyda qızılı qazmağa dözürlər. Bu ölülərə dözəməyəcəklər. Dola getdik. Gücü satı indi gəndə nə oldu? Qalmadı, sayını satmadı. Ay o setmə. Saçıb seçdim o. Amma olsun heç nə istifadə eləmədim. Bence göre. Təhliyim var, təhliyim. Ölülər təhliyinməli. Əslanım, qələbə ta bizimdir. 5-ci gecəni də belə qələbə qazandıq. Maden minerlərlə, madencilərlə.
Bu gece 28 tane ölü öldürmüşük. Toplam ölü sayısı 150. Neyinək? İşler biraz çətinləşməyə başlayacaq 5-ci gecədən sonra. Bir maden peşəm tadına verip bir tane de boyuna verip. Can az geçsin. 20 tane madenci bir tane açtım bir tane spirit. O Svodra tara yetti ax. Ay 24'e düşübə sayı. Nə pis oldu? Oo. Toksikler sonra. Koy biraz maden kazın. Biraz maden kazın. Geldim ben. Gel. Mən seçmişəm səni, düzəl də. Ay güzel. Gel. Hop. 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 Oo. Hop. Hop. Doğuşun reisi yeriz. Ayda indi bundan problem yaradacaq şimdi. Hiç problem yoktu. Hop. Ay nəfislərin yerlərci deyə çəkir görüm. Ay. Gəldi. Heç nə olmaz. Problem deyil. Qalotlar biraz tez öldürməliyim. Sizin üçün dözür. Sizin üçün bu minləri dözür. Sizin üçün yox, heç çalış. O maden sesi yadımdan çıxıb. Cumma vaxtı bildi. Baba getdi. Sən nə atırdın, nə boran. Ne oldu? Kuyruğun göstərir. Oo, bu gece 27 tane ölü öldürmüşük. Toplam ölü sayısı 184. Bunu bir 200'e kaldıraq. 530 tane zeytinimiz var. Biz yine kalopusuna bir tane de Heyçan'ın boyuna verdik. Heyçan'ın boynaması 27 tane madenci, bir tane avuçtan bir tane spirit. Madenci ordusu. Çok fazla hasar tanklayabilen yavaş ağır zırhlı ölüler. Spartanlardı bunlar. Yavaşlar, tank zırhlıdılar. Zırhlar tank kimidir yani. Menzilli birlikte karşı güçlü. Yani Arçıda onlara karşı güçlüdülər. Belə bir tərzləri var. Bu da gecə yetdi. Gecə yetdi onsuz da bunlar gəldi də bilirik. Bilənlər. Ay bunun madəncə bunlar neyniyəcək? Qalıqçısı bile bunlar şey ağıra bilmir. Ama biz ağıracağıq. Ay neçə vurur bu? 10 vurur. 10 vurur. Ay sen. Başını götürün. Ay madenci niye oralara girdin? Niye o girdin? Yerler girdin. Sumun görək. Ooo Spartanlar karşına ağır yeriz. Madenci gelsin, madenci gelsin. Madenci. Ya kazanmalıyız ya da kazanmalıyız. Belə bir şey. Ay yox Spartanlar çok. Dala gelin, dala. Ay dala. Spartanlar güc başını atı biləcək, gidəcək.
Aradan necə çıxdım? Gələcəyi də çatmış. Hop hop. Hop. Ay. Ay. Hamısını çəkdim bu tərəfə. Davay. Gelin tullan evizə. Belə win qazanarlar da. Madencilər belə win qazanır. Bu gecə 9 dənə ölü öldürmüşük. 9 nə də? 9'un suyun tiplər. 190 toplam 193 tane ölü. İndi bir tane verək qalaq tutulmaq istəyir. Bir tane heykan tacına. 2 altın saniyede 2 altın. 20 madenci nədir? Abi 30 idi. Niye 23'e düştü? Niye böyle oldu? Ağaç spiritin həm də qaldı. İnan söylə gələcək. Ay. Geri çəkilsə yaxşıdır. Sən kimsən? Ay, gəl nə dava. Bizə indi mutlattılar ama problem yok. Bunlara keçən mutlatmaq lazımdır. O da etsinə. Qolaq tuzağı 74 buraya bunlar. Qoy bu tunlananlar getsin. At kimi qaçanlar. Şırlaq atanlar getsin. Getdilər çöz. İçirəsi də gəlir. Gecə onu keçə bilsək süper olar. Gecə onu keçsə bir dənə like atarsınız dəyərli izləyicilər. Atmazsınız lan. Atarsınız da yox atarsınız. 2 toksik qaldı. Onların da başım. Onların muskuluna ne? Mintikdə çevirəcəyik. Hop hop hop. Ne oldu ya? Buram mısın ne? Davay. İşimize. Ev işimize. Sen bir. Sen de iki. Çok tarlı. Yine galiba bizim de 9. geceye çattık ya. Bu gece 34 tane öldürmüşük. 272'sinde 200'ü keçmişik ya. 227 tane de toplam ölü sayısı var. Yani bunun suyunu içerler. Yok bunun suyunu içmezler. Suyu tuzludur. Bir tane taza verək. Bir tane barikat. Artık barikatımız var. Gece 9 hayatta kalan var. Bir 21 maliye. Bir arkidon. Bir tane spirit. Bu ses gelse işte bir problem var. İşte bir nəsə var. İndi 1000 nə qədər altımız var. 8 namadendi sadə. Büyü basmaq da olur ama basmaz. Yox olmaz, büyü basmaq olmaz. Sadece madenci büyü basmaq olur. Yani basım ya o boyda madenci. Madenci şeyine göre. Oy zombiler yıkıldı ya. Bu ne değil? Ordu geldi üstümüze. Ölü ordusu. Şah da bu de. Ooo yıkın diye yıkın. Oy bu ne diyor? Aa madenci olmalı. Suyunu içtiler maden. Spirit istifade edemem. Daha ciddiz. Oya bu ne diyor? Oya şahara ciddi şah vakaları burada. Heykel yok olup gelecek. Ay heykel zarfatsız gelir, pis gelir. Size madenciler gelsin. Galopsa tez temizleyin bunları.
Bunlar bak eşek kimi vururlar ya. Eşek kimi. Ya bir insan bir heykel diyer, hürmet eləyək diyer. Bu ne de? Eşek yoxu qoçu kimi vururlar. Qoçu. Dözərik. Bu gecə də dözərik. Dözdük. Belə 10-cu gecəyə çatdıq. 10-cu gecədən keçsə halaldır. Bu gecə 34 dənə ölü öldürmüşük. 261 dənəsini. Bir dənə buna verək. Tənəyə verəcəyik. Evet, başlayaq. 13 tane madenci qaldı. Bas. Madenciyə bas elə. Anca madenci. Madencilərlə son sürələrdə həyatda qalma gedir. Belə şey olar hə. Gecə 10. Bu 10'u keçsək, qəş madencilər üçün süper olur. Bax 10 gecəni keçənə diplom. Amma birinci olana kubok. İkinci, birinci, üçüncü olana, dördüncü olana medal. Yok, birinci, ikinci olana medal. Medal verəcəm. Bu kadar asan. Kubokun da adını koyacağım. Ne koyaq ha adını? Ondan sonra fikirləşərik. Takipçiler siz de yorumda yazın. Ne koyaq şeyin adına? Kubokun adına. Ay kubok vaxtıdır. At kimi qaçan var, eşek kimi qaçan var, at kimi. Spiritum ənlədə bas ha bu. Ay. Heykel gedir. Pis gedir ha heykel. Ay yox axarı get. Aha takviye geldi. Oo takviye. Baba getdiniz. Biz madenciləri çağırıq, davay döyüşər. Ölməyin. Gözü geldim, ölməyin. Haydi spoblatlar tez öldü. Onlar sıkıvet getdi. Baba bunu galiba kazanmalıyıq. Bu 10 gecə onu keçməliyik. Mütləq keçməliyik. Davay madencilər. Ay Spartan seçmə. Vur. Gecə qutardı sənə nə deyim mən. Oh qutardı. Gecə onu keçdik. Bu gecə 10 dənə ölü öldürmüş. 10 dənə ölü nə də? 9 10 qat betərdi. 10'da 5 qat betərdi. Amma heç nə olmaz. Toplam 271 dənə ölü öldürmüş. 300'ü keçərik. İləyərik bunu. Madencilərlə. Bir dənə barikat. Başla. Takviye de bizden beraber geldik. 3 Spartan, 1 Archidon, 3 Svodrat, 7 Miner. Bas. Oya sana ne diyeyim ben. O şey gelmedi, Kayı. Kayın 10. gecə gəldi, ama indi gəlməyib. Bəzən çox gec də gələ bilir Kayı. Elə də olur. Yani madenci gelsin. Aya burada madenciler götürü ya. Kaçın demiş foto. Ben burada maden gelsin. Görün ne kadar ürəkli madenci. Ay seni. Ay hiç kırılmayacak. Ay kırılmıyor. Basın tez canım tez. Ay tez. Oo. Heykel getdi. Deməli dəyərli izləyicilər, madencilər sadəcə seçərək toplamda 11 gecə. Düzdür, orada Spartan vardı, Svordat vardı, Archidon vardı, amma onlar bizlik değildi. Takviyədə gəldilər Svordat, Spartan. Başda da elə Spartan, Svordat, Archidon gəlirdi. Ancaq biz sadəcə madenci heykəli və qalaq kutusunu yüksəldərək heykel sonlar yüksəlmə olar. Madenciyi qaldıraraq, barikat da heç nə olur. Madenciyi qaldıraraq qələbə qazandıq. Bu da bir başarı və 11-ci gecəyə kimi oldu. Artıq burada qutardı. Deməli dəyərli izləyicilər, bu videoda belə
Bu videoda belə oldu. Videoya like atarsanız bu videoların davamı gələr. Videoya abunə olsanız kanalımıza daxil olursunuz. Çağ Games ailəsinə daxil olursunuz. Zil tuşunu açsanız videolardan tez xəbərdar ola bilərsiniz. Yorum yazsanız öz fikrinizi bizə bildirə bilərsiniz. Paylaşsanız da bizim videomuzu kiməsə göstərmək istəyirsinizsə paylaşa da bilərsiniz. Deməli dəyərli izləyicilər, bu qədər oldu. Videoya like atma, abunə olmayı, zil tuşunu açmayı yadınızdan çıxarmayın. Sağ olun, salamat qalın.